Salam hər kəsə, kanalıma xoş gəlmisiniz. Axıra kimi izləyənlər alma vermə dəngəsi üçün zəhmət olmasa videomu bəyənsin. Belə bir açılım etmək istəyirəm. Düşmənin səndən rəqabət aparan və münasibətinə, yəni və yaxud da münasibətinə haqsız yerə müdaxilə edən üçüncü şəxs sənin barəndə nə danışır? Sənin haqqında nə danışır? Sənə qarşı mövqeyi nədir? Ümumiyyətcə, düşman və üçüncü şəxs açılım eləyirəm, belə deyək. Bəlkə də heç nə danışmır, promo nəsə əməl eləyir, onu da bilmirəm. İndi açıb biləcək. Aç göstər görüm, mənə doğrusu düzünə. Videonu izləyici olan şəxsin düşməni yaxud da üçüncü şəxsi neyinir bu dəqiq ona qarşı? Videonu izləyən şəxsə qarşı neyinir? Nə danışır haqqında? Nə deyir? Bugün ola bilsin siz maşında olubsuz. Bu adam deyirəm, çünki adam olduğunu hiss eləyirəm. Sizin haqqınızda danışıb ki, belə nervili idi, üsyan eləyir, nə bilim, nervisindən güya paltarın başına keçirdi. Haqqınızda belə danışıbdı və deyir ki, siz güya maddi olaraq pis vəziyyətdəsiz və burada ximisti eləyirsiniz, bək-bək pul tutsuz. Nəsə haqqınızda belə şeylər danışıblar. Görək. Başqa nə danışıblar haqqınızda? Oy. Necə bu görək? Bugün siz hardasa ya ola bilsin kafedə, restoranda hardasa oturmuşsunuz və orada sizin düz yanınızda heç ağlınıza gəlməyəcək bir adam, yəni tanımadığınız bir adam sizi qulaq asıbdır. Həmin bu düşməninizə xəbər aparmaq üçün. Baxın, kartda göstərəm, bu da bilmirəm. Düşməninizə xəbər aparmaq üçün, hansı ki eskort qızdır. Düşməninizin özü kimi. Yəni gəzəyənti qızı olubdur. Burada sizdən xəbər aparıbdır. Burada adamla qadın 51'dir. Burada obşum haqqınızda danışıblar ki, bu qadın yəni xəbər aparıbdır ki, bu belə vəziyyəti yaxşı deyildi. Yəni sizin haqqınızda